Bu günlərin mətbuatda AXC və Müsavat Partiyasının bağlanması ilə bağlı fikirlər səsləndirildi. Ümumiyyətlə sizcə Azərbaycanda bu qədər çox 26 partiyaya ehtiyac varmı? Bu gün Azərbaycanda 26 partiyanın, mən düşünürəm ki, qanunvericiliyə uyğun yoxlasaq, çox az sayda partiya qalacaq qanuna uyğun. 5000 üzv olmalıdır, siyasi aktiv olmalıdır, filan. İndi biz sosial cəmiyyətdə 26 partiyadan ən yaxşı halda 3-cünü, 5-ini tanıyırlar ya tanımırlar. Amma mən hər hansı bir partiyanın da, yenə qeyd edirəm, inzibati resurslarla bağlanmasının tərəfdarı deyiləm. Mən düşünürəm ki, partiyalara fəaliyyət üçün sağlam mümbit şərait yaradılmalıdır və rəqabət mühiti olmalıdır və o sağlam rəqabət mühitində zaten güclü partiyalar önə çıxacaq, zəif partiyalar öz yerində qalacaq və yaxud da siyasi səhnədən silinəcək. Zamanında məsələn Türkiyədə Doğru Yol Partiyası var idi, Ana Vətən Partiyası var idi, Tansu Çiller, Məsud Yılmaz, amma sonradan orada sağlam rəqabət vardı. Məsələn AK Parti hakimiyyətə gələndən sonra bu partiyalar təbii şəkildə siyasi səhnəni tərk etməyə məcbur qaldı və bugün heç kim Türkiyəni ittiham eləmir ki, sən bu qədər partiyanı bağladın. İndi mən də düşünürəm ki, hansısa partiya, cəbhə, Müsavat bunları bağlamalıyıq deməklə olmaz. Bu düz yanaşma deyil. Mən düşünürəm ki, bu partiyalar qanunvericiliyə uyğun fəaliyyət göstərirlərsə qalacaqlar. Və yaxud sağlam mühitdə, sağlam rəqabətdə, rəqabətə dözəcəklərsə qalacaqlar. Dözməyəcəklərsə qalmayacaqlar. Yəni bunu əlaqələndirmək bir-birindən bu bağlansın, yəni bu gün cəbhə Müsavat bağlansın deyən sabah deyəcək Y partiyası bağlansın, birisini deyəcək X partiyası bağlansın, o birisini deyəcək A partiya bağlansın. Yəni bu kimisə arzu və istəklərindən yox, qanunvericiliklə təmin olunmalıdır. Sağlam rəqabətlə təmin olunmalıdır ki, bağlanan, qalan, güclənən, artan. Yəni bir yarış təsəvvür edin. Məsələn, bir 15 yarışçısı var. Qaçış üzrə yarışdır, məsəl üçün deyək də. Burada kim birinci, ən sürətli qaçır, kim daha az sürətli qaçır. Bunlar qaçmadan, qaçmaq mühiti şəraiti yaratmadan ki, bunlar yarışa başlasın. Necə bilmək olar ki, hansı ən sürətlidir, hansı ən yavaşdır. Yəni mən də ona görə deyirəm ki, partiyalarda siyasi yarışdadır. Yəni bunlar üçün mümbit bir platforma yaratmaq lazımdır. Orada artıq birinci kimdir, ikinci kimdir, sıradan çıxmalı olan kimdir, yerini tapacaq, bulacaq. Mən düşünürəm ki, bu təbii siyasi seçimlə həll olunmalıdır, nəinki inzibati resurslarla.